Belə bir limit sualına baxaq. Limit sualında bu ardıcıllığın limitidir. En sonsuzluğa yaxınlaşır. Ardıcıllığın limitini hesablamaq üçün əgər tək bir kök varsa, yəni biz burada n'in yerinə sonsuzluq qoysaq, sonsuzluq çıx sonsuzluq alınır da. Yəni bu şəkildə olarsa, mütləq şəkildə ya da tək bir kök olarsa yadımızda qalsın. Məsələn, belə çıx, yəni n və s. belə bir şey olarsa, yəni kök çıxılsın n. Onda mütləq şəkildə öncə burada qoşmasına vurmaq lazımdır. Biz bilirik ki, burada məxrəcdə 1 durur. Çıxmanın qoşması da, yəni bu ifadədə çıxmadır. Çıxmanın qoşması da bilirik ki, toplama olur. Yəni vurulsun. Kök altda n kvadratı üstəgəl 3n üstəgəl 5 üstə gəlinsin n olacaq bunun qoşması. Məxrəci də eyni qaydada qoşmasından vururuq. Oldu belə. Bərabərdir. Limit n yaxınlaşır sonsuzluğa. A bu bir a olsa a çıx b, a üstəgəl b. Bizə verir a kvadratı çıx b kvadratına. N kvadratı üstəgəl 3n üstəgəl 5'in kvadratı çıx n'in kvadratı. Aşağıda olduğu kimi qalır. Kvadratla kök gedir. Alınır sürətdə çıx n kvadratı. Məxrəcimiz də olduğu kimi qalır. N kvadratları getdi. Aldıq ki biz 3n plus 5 bölünsün kök altda n kvadratı plus 3n plus 5 üstəgəl n alındı. Aha. İndi buradan baxırıq, baxın, burada kökün altda nə var? N kvadratı var. Birdən işdir. Mən bu kökün altda n kvadratından çıxartmalı olsam kök nə çıxacaq? N çıxacaq. Düzdürmü? Yəni xüsusi halını deyirəm. İndi modul n demirəm. Müsbət qəbul edim. Yəni n çıxır da. 3n n. Buradan amma çıxardanda kök altda n qalacaq da. Yəni çıxmayacaq. Deməli sürətin də məxrəcin də ən yüksək dərəcəsi n-dir. Yəni n üstü 1'dir. Ən yüksək dərəcəli ifadə dəyişən n üstü 1'dir. Deməli sürəti də məxrəci də ən yüksək dərəcəyə bölməliyəm. Kök altda n kvadratıdır. Onu mən elə bil ki n-ə bölməliyəm. Çünki ondan n çıxır. 3n-də də ən yüksək dərəcə n-də n-ə bölməliyəm. Yəni sürət də məxrəci də ən yüksək dərəcəyə n-ə bölməliyəm. 3n bölün üstəgəl 5 bölün. İndi mən bu ifadəni n-ə böləndə tək-tək n kökün altda girməlidir. Çünki bu kök alt ifadədir. N kökün altda nə kimi girəcək? N'in kvadratı kimi. Hər birini nəyə bölürük? N'in kvadratına bölürük. N bölünsün n kvadratı. İndi n'lər gedir, qalır 3. Yadımızda nə qalsın? Limit n yaxınlaşır sonsuzluğa, ədəd bölünsün. Ədəd də yəni sabit bir ədəd. Məsələn burada 5 bölü n-dir. 5 böl sonsuzluq. Ədədi sonsuzluğa böləndə cavab olur nə? 0. İndi bizdə burada da misalın şərtində baxın, bunu 3 n'lər getdi, qaldı 3 üstəgəl 5 bölünsün sonsuzluq. N sonsuzluğa yaxınlaşır. Verəcək mənə 0'ı. N kvadratını n kvadratına böləndə kök altda 1 üstəgəl n'lər gedir 3 böl n. Yenə ədəd böl sonsuzluq. Yəni dəyişən varsa birbaşa o 0'a gedir. Ədəd böl dəyişən varsa 0'a gedir. Bunlar 0 oldu. Üstəgəl yenə n'in biri gedir. 1 böl n qalır. Ədəd böl dəyişən varsa bunun da limiti nəyə gedir? 0'a. Üstəgəl 0. Cavab olur 3 böl 1 3.